Demək gedirik Amini həkimə aparmağa. Ayın ona getmişdi, həkim olmadı. Ona görə 15'i dediler gələcək. 3 Enolayev 4 Görüşürüz. Jesse salam da vermiş. Küsür. Bunu hazırladık. Her ihtimalle hazırlayacağım ki orada birden açar. Kareskasının içini götürdüm. Bu yemeği bakalım da getireyim. Bakın, bu da bizim karizmatik cücemiz. Oh no. No. Ha. Yoksa gel. Kadar yolda da çekerik. Aminin kolyaskasını ve içliğini götürdük ki burada taşıyaq. Amine bakın. Ben bunu elə belə geyindim. Böyle bir şey. Geyindim. Çıxaq gedək görə nə deyirlər. Nədə? Bir tane daha. Buna bakın. Səhər 7-də, qırmızı 07-də dal qapını açdılar. Kızı götürüb qaçdılar. Səhər enerjisi yüksək oyanıb. Fikir verməyin. Kum gəlir. Hələ çatmamışıq da. 500 metr. Ayda hələ qayıtmaq da var. Qayıtmaq sən özün qayıdırsın. Yarım saatdan çoxdur ki, yol gedirik. Qayıtmaq da var. Dünənki taksiyə döndü. Dünənləri taksiyə dünən minmişik. Navigasyonla bizim masajırdan bayıla gətirir. İnanırsınız ki 13 manat yazmışdı taksiyi. Adil maşında solar getmişdi, bize yer olmamıştı. 13 manatlı yol yazmışdısa da 45 manatlı benzin xərclədi, Almanya. Bütün şəhəri gəzdirdi bizim. Əsas o gəzdirdi də. Ay nə qədər güldüm. Yəni o şeye çata gəlib karuseldən bölünən vuruldu. Ayxanla baxmır, çizgidə Ayxan mənə baxır, amma mən baxacaq bunlar durəm nə bilim fırlanır. Növbəsini gözləyir. Deməli dostlar, çıxdıq xəstəxanadan. Oraya çəkə bilmədim, icazə vermirlər. Resepti dəyişdi. Aminəyə bir ki kurs müalicəsi gedir. 3-cü kursun müalicəsi 4 ay çəkmişdi. İndi yenə 4 aylıq yazdı. 2 dənəsi eyni tabletkadır. Bir dənə fərqli bir şey əlavə elədi. Sadəcə Amin universitetdə başında maye çox oldu. Ona görə sidikozu qəbul edir və dozadan artıq qəbul edir. Əvvəl elə bir 4də 1-ni qəbul edirdi. Sonra keçdi 3də 1-ə. Hal-hazırda da 2də 1-ə keçdi. Çünki başın çevrəsi balacalaşmalıdır və başında maye hələ də var deyə 2də 1-dən qəbul edəcək. Düzdür, biraz qorxuram 2də 1-ə, çünki uşaq şoka düşə bilər. Dedi 10 gün yoxla. Görək nə göstər, uşaq narahat olsa 3də 1-dən də davam edərsən. İnşallah ki, yaxşı olar. Amin də acılıb. Bu da yemək yiyir. Buna baxaq. Paşam. Amma kim dedi ki, aktivdir də, aktiv uşaqdır. İnşallah ki, yaxşı olacaq Allahın köməkliyi ilə. İnşallah ki, çıxdıq xəstəxanadan, gedirik evə.
Həkimdən soruşdum ki, məsələn doktor gəzmə şansı varmı da evladımın? Çünki 2 yaşı tamam olacaq bir ay sonra. Amma ki heç bir aktivliyi yoxdur da, boşdur. Həkim o qədər gözəl bir məsəl çəkdirdi. Hər gün axşam yatanda səhərin açılacağına ümidin varsa, sənin evladının da gəzmə şansına ümidin olmalıdır. Allah qurban olum, 13 əməliyyat keçirdi, heç o ümidimi itirməmişəm və hər zaman demişəm ki, yaxşı olacaq. Hal-hazırda həyatda olmağı, nəfəs almağı belə bizim üçün bir möcüzədir. İnşallah gəzməzsə olacaq Allahın köməkliyi ilə. Evə gedək dostlar, evdə vlogu davam edəcəm. Amin. Salam. Salam, salam, salam. Salam. Aferin. Salam, salam, salam. Salam. Aferin. Salam, salam. Aminə malades. Salam. Salam ver. Salam. Aferin. Salam, salam, salam. İnanırsınız ki, bir uşağı ümumiyyətlə istəyir qüsurlu uşaq olsun, istəyir normal uşaq olsun. Ana onu hər şeylə başa sala bilir və ana onu hər şeylə başa düşür. Yəni bəzən deyirlər, məsələn, qüsurlu uşaqdır, aldıraq və ya qüsurlu uşaqdır, istəmirəm. Qüsurlu uşağın ata-analar görmüşəm mən xəstəxanada yatdığım devirlərdə. İnanırsınız ki, o Allahın bir payıdır, bir sınağıdır. Yəni ki, necə deyim, qurban olaram mən buna. Bunu dörd gözlə, bir dənə körpə səsi gəlsin deyə, dörd gözlə gözləyən analar var. Yəni, vallahi seçmək olmaz uşaqlar. Oh, oh, oh. Bir gülüşü dünyaya bədəldir də. Oh, 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 oh. Nəfəsim. Əl çalaq. Əl çal. 1, 2, 3, 4. Əl çal, sən əl çal. Aa, ne güzel çalır Amin. Amin ne güzel çalır hayatım. Hayatım.